İndi geldiğimiz otel Fethiye'nin en qeyri-adi otellerinden birindeyik. Çok farklı bir otel. Arkamda gördüğünüz Ahama Fethiye. Türkler demiş huzur gibi bir yer. Çok hoşuma geldi. Çok sakin. Çox qəşəng. Gedək görək otelin içində nələr var. Gəlin ümumilikdə ilk öncə otellə sizə tanış edeyim. Bax bu otelin yuxarıdan meditasiya yerindən olan görünüşüdür. Fethiye'də Ağdəniz sahilində yerləşir və bu hissədən başlayırıq resepsiyon hissəsindən gedək otaqlara doğru sizə bir neçə otaqlarından göstərim. Deməli otaqlara doğru gedəndə belə həmin kabanaların və guest house'ların arasında otelin ümumi ana hovuzu var. Yəni ana hovuzu dedim zaten otelin bir dənə hovuzu var və o otaqlara doğru getdikcə bu qarşıda gördüyünüz guest house'lar olanda bunlar isə bungalovlardır. Otelin otaq sayısı ümumilikdə çox deyil. Ümumilikdə oteldə 59 otaq var, 29 guest house var, bu qarşıda gördüyünüz və 30 da kabanası var və bir də bircə dənə çox böyük villası var. Gəlin otaqdan bir-iki sizə kadr göstərim. Bax bu oteli indi göstərdiyim kabana meşə mənzərəli olan kabanadır və bunun içərisində dizaynında istifadə olunan bütün materiallar daş, kətan və taxtadan ibarətdir. Yəni otel qoruqda yerləşdiyinə görə bütün doğallığını türklər demiş qoruyublar. İndi isə otelin yeganə olan private villasına baxaq. Bunun özünün infinity poolu var, yəni sonsuzluq havuzu və belə özəl plajı var. Hansı ki burada sadəcə villa qonaqları dincələ bilərlər və bundan da əlavə siz otelin hər yerində belə balaca heyvanlar, şirin heyvanlar görə bilərsiniz. Əlavə də onu deyim ki, kiminsə evcil heyvanı varsa, onu da bilə bilərsiniz ki, bu otel pet friendly oteldir. Yəni siz bura balaca şirin öz evcil heyvanlarınızı da gətirə bilirsiniz və sizin balaca dostlarınızın çəkisi 8 kilonu keçməməlidir. İndi də sizə otelin restoranları haqqında məlumat verim. Otelin ümumi ərazisində 4 restoranı var və 5 barı var. Bundan əlavə də otel səhər yeməyi konseptli olduğuna görə alakart restoranları əlavə ödənişli olur. Və mənim həyatımda yediyim ən gözəl dəniz məhsullarından biri qarpız qabığından belə üzəri hazırlanmış dəniz məhsulunu bu restoranda Ahamada yedim. Yəni çox bəyəndim oranı. Bura isə Glass House-dur, dinlənmək üçün olan hissədir. Siz bu otelə gələndə, əgər Balidə olmuşsa daha əvvəl, bu otelə gələndə Balini xatırlayacaqsınız. Çox soft və rahat bir yerdir. Bu üst hissə meditasiya yeridir. Aşağıda da həmçinin sound healing olan bir oteldə bölmə var. Orada da səs terapiyası eləyə bilirsiniz. Həmçinin bura uşaqlarınızı gətirə bilərsiniz. Amma onu nəzərə alın ki, Ahama otel 5 yaşına qədər uşaqlar qəbul eləmir. 5 yaşına yuxarı isə gəlib dincələ bilərsiniz. Amma onu qeyd edeyim ki, bu otel uşaqlı ailədən çox cütlüklər üçün və yaxud da meditasiya və yoga ilə maraqlanan xanımlar üçün daha məsləhətlidir. Xanımlar demişkən, otelin ərazisində belə butiklər var. Siz buradan paltarlar da ala bilərsiniz. Həmçinin idmanla məşğul olmaq istəsəz, tenis kortları və voleybol meydançaları var. Bundan da əlavə demək olar bütün otelin hər yerini sizə çəkib göstərdik. Və siz bilirsiniz ki, biz Turgut Travel olaraq gəlirik bütün otelləri hamısını yerində çəkib sizə göstəririk ki, otel haqqında ümumi məlumatınız olsun və əlbəttə siz bura gəlmək istəyirsə mütləq şəkildə qiymətlərlə bağlı Turgut Travel menecerlərinə əlaqə saxlayın. Aşağıda nömrələri qoyacağım, o nömrələri yaza bilərsiniz.